Hmm. Evet, olacak. Tamam açtım. Gedək şeyin üstündən. JavaScript-dən nələr keçmişik? Birinci mənə onları deyin. Nələri bilirsiniz JavaScript-dən? Bax sayın. Mövzu olaraq belə, nə bilim. Metrik çeşitliği, Nə? funksiyalar çeşitliği. Funksiyalar. Funksiya, arqument. Çeşitli yardım Hı -hı. DOM bilirsiniz? Gözlə. Tamam millət. İndi bizdə hə DOM keçmisiniz böyük ihtimalle. İnləri HTML və s. yazırsınızsa DOM-u da keçmisiniz deməkdir. Yəni bilirsiniz demək. Əladır, super. Hı -hı. Millət, biz bildiyimiz kimi dəyişənləri bilirik, type'lar bilirik. Type'ları bilirsiniz millət? Neçə type'ımız var? Internal pointer variable. Hı? String var, Aha, number var, text var. aha. Bir de Text var. zaten string değil. Yani mentiki şeyler var. True, false. Boolean olar. Aha. Bir de yarılan geçen peştene. Hı -hı. Deməli, Number, string var, volume. number var, boolean var. Ondan sonra siz keçərsiniz. Null var, undefined var. Ondan sonra begin var. Bu array və obyekt dediyin şeylər səndə type gedir. Amma iki cür type'larımız var bizim. Hansı type'lar olar? Bir primitiv və non-primitiv. Primitiv type'lar bunlar. Artıq obyekt və array, prinsip 2 hər şey obyekt gedir JavaScript-də. Onlar gedir non-primitive types. Bunun sayını 1, 2, 3, 4, 5, 6. 2 symbol deyə də bir şey var. Hətta bu da type kimi qəbul olunur. Yəni çox yerdə axtarsanız görəsiniz. String oldu, number oldu, boolean oldu, null oldu, undefined oldu, big integer oldu, symbol oldu. Başqa yadımızdan çıxan var hər hansı bir şey? Məncə yoxdur. Bizə hələlik bunlardan əsas olaraq lazımdır. Bax, big int böyük simvollarda, yəni böyük simvollar deyəndə böyük numberlarda big int istifadə olunur. Çox da ehtiyac yoxdur. Simvola çox da ehtiyac yoxdur. Null hələ ki tanış bir şey deyil. Əsasən məsələn bunlar lazımdır. Bu true false-umuzdur. Bu undefined hər hansısa bir dəyər çıxmayanda bildirilir. Null da istəsəz yazarsınız. Null ümumiyyətcə bir həmin adda bir şey olmayanda, yəni ümumiyyətcə həmin bir şey yoxdur, onda bildirilir. Number'ımızı bilirik, stringimizi bilirik. Number'ımız bildiyimiz number'dır, stringimizdəki tekstlərimizdir. Ondan sonra biz JavaScript-də yəni artırmaqdır, azaltmaqdır, rəqəm toplamaqdır, dəyişməkdir, modifikasiyadır. Bu tərz şeyləri bilirik zaten və eləyə də bilirik hal-hazırda. JavaScript-imiz zaten bizdə millət nəyisə dinamikləşdirməkdən ötürü istifadə olunur, funksionallaşdırmaqdan ötürü istifadə olunur. Yəni ki, funksionallaşdırırıq, aydın oldu. Biz indi nə edəcəyik? İndi bundan əlavə məsəl üçün məsələn nə eləmisiniz şeylə, adı nədir, kalkulyatorla, nəsə toplayırsınız, hesablayırsınız. JavaScript-də tanış bir şeylərdə. Zaten konsolun özünə belə gəlsəz, 4+5 yazsınız, buradan 9 verir. Yəni buradan bərabərlikləri belə yoxlaya bilirsiniz ki, məsəl üçün 4 5-ə bərabərdirmi, 4 5-dən kiçikdirmi, böyükdürmü? Görürsünüz, baxın bunlar booleandır, true və false dəyərlər. Bunun bizə qaytardığı çıxdılar. Şimdi JavaScript-imizdən bizdə millət DOM-u da modifikasiya eləmək olur. DOM nədir? Bizdə Document Object Model, yəni ki, bizim DOM elementlərimizi, bizim DOM-umuz harada görünür? Konsolluqda baxın, burada element hissəsində millət, baxın buradan HTML-dən etibarən birbaşa bu bizim DOM-umuz, yəni bu gördüyünüz ekran. Yəni ki, bu bizim DOM elementlərimizdə modifikasiya eləmək olur. Necə modifikasiya eləmək? Bizdə hər hansısa bir, məsəl üçün, div olanda, burada bir dənə style gərək yazaq. Bu divin müəyyən bir style sözdə. Style olanda ki, width 150 piksel, nə bilim, height tutaq ki, 150 piksel olanda ki, borderda verək ki, buna görsənsin.
Bu burada olanda bunu sən modifikasiya edə bilirsən. Necə? Yəni məsəl üçün gələk bunun yanına bir dənə button qoyaq. Heç button qoymasan da, buttona bağlamasan da bunu birinci olaraq gəlib mən tuturam JavaScript-dən. Skriptlə JavaScript vasitəsilə bunu necə tuta bilərəm? Neçə dənə DOM elementini tutmusunuz tanıyırsınız? Get element by ID, get element by name. Aha. By ID ilə sonra Class name, by class name, query selector, onlarla kesmeyeyim ama query selector. Tamam, həll eləyərik bu işi. all var. Query selector. Adətən əslində tanınan üsullar bunlardır. Bir də get by tag name. By tag name də var. Onu da yazaq. 4 dənə. 4 dənə bu üsuldur. Bunların üstündən gedək. Belə get element yazaq. Bunları da eyni şəkildə get element, query selector, get element by tag name. Bu şəkildə millət 4 dənə üsulumuz var adətən. Query selector oldu ki, zaten bir-birinə oxşar bir şeylərdir. İndi millət, məsəl üçün, məndə ehtiyac olanda deyərəm ki, const, məndə bir dənə bir div var. Mən bunu tutacam. Tamam. Burada məndə bunun hər hansısa bir ID-si olanda çox rahatdır ki, mən bunu ID-si ilə tutum. Ki, məsəl üçün, məndə bu divin adı olsun, nə bilim, tutaq ki, content da olsun. Lap ID-sini də div yaza bilərsiniz, nə fərq eləmir. Gedib yazarsınız ki, document.getElement by ID. Buraya yazarsınız ki, nə? Content. Tamam. Və sən bu kontenti gəlib konsol-loqa çıxartma bilirsiniz. Konsol-loqa çıxardanda bu bizim DevTools'umuzda gedir qəşəng şəkildə konsol hissəsində görünür. Ki, bu nədir bizdə? Bir dənə gedib konsol-loqa bassan ki, bax. Yəni həmin divimizi tutur. Yəni bu getElement by ID yazanda bu buradan getElement by ID həmin elementi tapır və div adında bir şey mənimsədir. Bunun adını bununla adətən eyni təyin eləsəz millət çox yaxşı olar. Tamam. Deyirsiniz ki, niyə elmin belə də işləyir? Bunun səbəbini deyim sizə. Siz burada hər hansısa bir şey qeyd eləməyəndə getElement by ID-dən və s. Yəni ki, bu məsəl üçün tutaq ki, burada div verirsiniz. Tamam, div verirsiniz. Burada gəlib demirsiniz ki, div, yəni bu olasan da. Sən burada, məsəl üçün, hər hansısa bir xəta baş verdiyində, kontenti 2 dənə tığ yazdığında, tutaq ki, bu artıq gedir, null verir ki, ümumiyyətlə belə bir şey yoxdur. Baxın, tayflarımızdan birini gördük. Null ümumiyyətlə belə bir şey yoxdur. Amma bu bizdə content olanda, bəzən bunu tuta bilir, görün var, tutur hal-hazırda. Bax, yenə null verir. Amma ki, şeydən, dəqiqə, məsələn, content nöqtə inner HTML bərabər tutaq ki, yazaram ki, bundan. Tamam. Əslində vermiş. Tamam. Bunu məsəl üçün bağlayaq. Tutaq ki, ümumiyyətlə məsəl üçün getdi. Content deyə bir şey. Baxıram. Bax, nə oldu millət? Bunun içinə bu yazıldı. Birbaşa olaraq bu yazıldı bunun içinə. Niyə? Yəni ki, biz bunu tutmasaq da, document elementi kimi, bu birinci buranı axtarır bizdə, skripti axtarır. Ondan sonra qalxır bizdə dokumentimizin yuxarısına ki, yəni bu bunu yazıbdı, yəni bu səyin bəlkə də təyin eləməyib, amma işlətdiyi bir şey var. Gedib baxır, tapır onu burada. Ona görə deyirəm ki, təyin eləyəndə adətən adına uyğun təyin eləyin ki, yəni bəzən xətaları çıxartmasın. Hər hansısa bir, məsəl üçün, bunu tapmayanda buradan qalxıb yuxarıdan bunu oxusun. Eyni adda olduğu üçün tapsın. Yəni, eyni adda olmasa, sən bunu başqa adla istifadə edəsən, qalxıb bunu tapmayacaq. Ona görə məntiqlidir ki, öz adını ilə istifadə edəsiniz. Baxın, mən burada nə istifadə elədim? GetElement by ID ilə elementi tutdum. Ondan sonra content adında elementimin, yəni divimin içinə inner HTML-ilə tulladım bunu. Inner HTML nədir? Yəni ki, onun içərisi taglərimizin arasına gedir boş olaraq həmin yazını salır. Bunu bilirik daha, düzdürmü? Bundan əlavə biz bunun stylını da tənzimləyə bilirik. Yəni CSS-ini. Yəni contentin nöqtə, mən gedib stylına istədiyim şey eləyə bilərəm. Məsəl üçün, bayaq bir dənə bura baxın. Align items-dan tutmuş, animation delay-dən tutmuş, animation name-dən, background-dan tutmuş, background color, image, origin, position, border, bottom, nə bilim. Border image deyə bir şey də var. Hətta. Yəni CSS-in özündən daha çox şey var millət burada, əmin olun ki, yəni olmayan heç nə yoxdur demək olar. Yəni container və s. də dayanıb. Grid area, nə bilim. Görürsüz? Yəni CSS-in hər bir propertisi burada var. Tamamdır uşaqlar. Bax, Z-index verə var millət.
CSS-in hər bir propertisi burada var və sən buradan style tənzim et. Məsəl üçün Elcan müəllimimiz bayaq deyir ki, font sayzı böyüdür. Tamam. Mən gedib yazanda ki, content-in style-ının font sayzı olacaq. Tutaq ki, 40 piksel. Tamam, bunun üçün hər hansı bir şey yazaq. Baxın, bu 40 piksel olaraq gəlir və yaxud 10 piksel olaraq gəlir. Bunu necə funksionallaşdıra bilərəm? Məsəl üçün, bu butona bunu basanda olsun 40 piksel. Necə eləyə bilərəm? Böyük. Click now. Arsa buna bir dənə on click təyin. Bu arada on click də millət bizdə DOM-un bir metodudur. Ha, yəni DOM-a bağlı bir JavaScript metodudur. On click ki, ona basanda bu olsun. On click-ə gedib yazaram ki, tutaq ki, make bigger, nə bilim, şey, handle style. Tamam. Ondan sonra bu handle style'ın içine gedib nəyə atıram? Bunu ataram. Düzdürmü? Bax, burada məsəl üçün basaram buna ki, tutaq ki, buna basanda böyük tutaq ki, bu olsun neçə? Hətta məsəl üçün 2 rem desəz. Baxın, böyük. Gördünüz? Artıq bizdə nədir? Funksional şəkildə işləyir. Yəni ki, basanda böyük. Düzdürmü? Tamam. Yəni ki, biz CSS-dən style'larımızı tənzimləyə bildik. Məsəl üçün, gələk buna deyək ki, color da olsun yellow. Gələk buna deyək ki, background color da olsun black. Baxırsan, hop, gördünüz mü? Yəni, bu şəkildə ürəyi istədiyin şey ilə bilirsən və buna da hər hansısa bir tutaq ki, transition versən, ki, tutaq ki, 2 saniyə. Tərsinə verdik, bilməm. Hop, gördünüz millət. Yəni, bu şəkildə gözəl işlər görə bilirsiniz və vitini, height'ı ilə belə oynaya bilirsiniz. Siz burada gəlib deyə bilərsiniz ki, bunun vitini və height'ını belə dəyişəcəm. Mən bunun vitini eləyəcəm, tutaq ki, 300 piksel, height'ını eləyəcəm. Yenə 300 piksel, hətta, baxın, görürüz mü? Ondan sonra gəlin biraz da zibilini çıxardaq belə, sözün yaxşı mənasında. Mən buna gəlib deyərəm ki, mən bunun position'ını eləyirəm absolute. Bunu position'ı zaten buradan şey eləyək, gəlin position'ı relative eləyək. Position'ı relative eləyək. Burada position'dan oynamayaq, məsəl üçün, gəlin şeylə oynayaq. Topla və şeylə, leftlə oynayaq. Bax ki, deyirəm ki, leftdən də 300 piksel gedəsən, topdan vapşı 500 piksel gedəsən, buradan da 1900 piksel gedəsən. Baxıram, 200 olsun. Baxıram. Görək bizə nə verir. Oy! Gördünüz, müəyyən bir nəticə verdi, amma ki, çox da xoşuma gəlmədi. Niyə? Position'ı relativ verdik deyə şeylər itdi bunda, yəni. Yox, itməməlidir. Baxırıq. Bunu yazmayana normal şəkildə işləyirdi. Yes, normal şəkildə işləyir. Topunu bunu salım ən axıra. Ki, sən burada ol. Bu müəyyən qədər hal-hazırda səhv işləyir. Məsəl üçün, topu leftə dəyməsək, birdən baxaq görək. Şeylər position girmir buna. Niyə girmir? Baxaq, məsəl üçün, buna şey versəm, absolute versəm. Absolute verəndə width, height və s. yubanır biraz. Div, həmin divdir, əmi? Biraz çox abartır. Div olsun şey. Siz butonu verirsiniz, ya verdiğiniz topla left'i. Divin önüne verir misiniz? Style'a verirsiniz. Bunu content bizdə divdir. Yani yok, aşağıda function'a verirsiniz. Topla left'i. Onu siz sadece butonun üzerine verirsiniz.
Tamam. Yəni butonu özünə verirəm deyəndə. Yəni Yəni butona divin özünə basanda olsun. vermirsiniz. Nəyin özünə vermirəm? Divin özünə verməli deyilsiniz pozisiyasını dəyişməyin. Yəni divin yeri dəyişir. Aha. Yəni, Zaten bizdə buna basanda, bunu handle eləyəndə button-ı, tamam. Bizim button-ımıza basanda divimizin adı nədir? Content. dilimizi də düzdür. Content-in style-ının topu. Dediğimiz lifti kullanmayacaksa Nə? 9 piksel dediğimiz lifti atır. Atmıyor bence. Atmır da, problem olur. Məsələn, bunu birinə qaldırsaq, məncə bunu atacaq ikincini dəyməyəcək. Nə? Andır. O necə dəyişdi mən onu? Beyaz yazdı ve tank yazdı. Bu nə vaxt dəyişdi? Ola bilər. Eləyə bilərəm öyle bir şey. Bax, hal-hazırda bu olur nisbətən. İçindəkini də görüntüsüdür. Çox şey bir yerdə işlətməsək yaxşıdır, sırayla işlətsək. Düz belə bir şey eləməmişəm elə JavaScript-nə, amma eləyəndə, indi oldu. Millət oldu indi. Fikir versiniz. Bu button zaten burada qalmalıdır. Buna fikir verməyin. Amma hal-hazırda dəyişikliğimiz baş verir. Tamam. Bax, bəlkə də funksiyadan. Prost digərləri olurdu. Sadəcə olmurdu. Bilmirəm. Topun yerini dəyişəndə. Yox, olur. Bomba kimi olur. Yəni ki, bu istədiyimiz CSS propertiesini buna şamil edə bilirik, millət, gördüyünüz kimi. Nə ilə? Sadəcə JavaScript istifadə edərək. Və bizdə məsəl üçün selektorlarımız var dedik. Məsələn, get element by id var. Mən bunu eyni zamanda məsəl üçün get element by tag name ilə də tuta bilərəm. Tag name nədir? Və get element by class name ilə də tuta bilərəm. Query selector ilə də tuta bilərəm. Hamısı ilə tuta bilərəm. Intası, bax, birinci məsəl üçün biz sırayla gedək. Get element by id ilə tutum. İndi get element və burada görürsünüz ki, burası sıra əlavə elədim. İndi görürsünüz niyə. Get elements by name yox. By class name ilə tutaq. Bax, görürsünüz millət. Get elements by class name'dir bu. Çünki klasslar adətən bir neçə divə şamil olunur. Yəni, bir dənə olmur. Klasslar adətən bir neçə divə şamil olunur, bir dənə olmur. Ona görə get elements by class name'dir bu. Və siz hal-hazırda baxsanız millət, bizdə bu görəsiniz ki, işləməyəcək. Çünki niyə? Hal-hazırda bir dənə bizdə konsoloqa baxaq görək, bizdə tutduğumuz bu nə qaytarır bizə? Baxın, content adında klassın bir HTML collection qaytarır. Collection nədir millət? Array qaytarır. Yəni ki, bir list qaytarır bizə. Və bizə həmin bir adda bir klassın olmadığını bildirir. Gəlin bura bir dənə class, content'i də class əlavə edək. Baxın, hal-hazırda bu bizə qaytardı. Ki, bu klassda bir nə var? Div var. Gördünüz? Amma ki, bunu bir listin içində qaytarır. Və bu listin şeyini tutmaq üçün, məsəl üçün, içindəki elementi tutmaq üçün, məsəl üçün, listin içindəki neçənci elementi tutmalıyam? Baxın, sıfırıncı. Yəni, prinsip bizdən biz birinci elementi tutmalıyam. Uşaqlar, bizdə bildiyinizdən etibarən JavaScript-də dəyərlər, yəni sıralama sıfırdan başlayır. Yəni, sıfırdan sayılmağa başlayır. Məsəl üçün, mən buraya yazsam ki, let söz bərabərdir məndə. Salam, necəsiniz? Cümlə oldu, olsun. Tamam. Bu sözün sıfırıncı elementini necə götürürəm mən? Yəni, sığını necə götürürəm, daha doğrusu birinci elementini? Evet. Nə? Bana Real yazayım ki yalnız sıfır yazacak. Ay sol. Bu sıfırı, bu biri, bu ikini, bu üçü, bu dördü, bu beşi, bu altını belə şəkildə götürə bilirəm. Yəni ki, birinci yazanda mənə ikinci elementi verir. Bizdə sıfırdan etibarən sayılmağa başlanır. Eyni şəkildə bizdə HTML collection-ında da. Bizdə get element by id-dən istifadə edəndə yalnız elementin özünü verir. Get elements by class name-dən istəyəndə, get elements by tag name-dən istəyəndə millət bizə bir list verir və eyni zamanda query selector all-dan istifadə edəndə bizə bir node list qaytarır və yaxud da HTML collection qaytarır. Bunun da məsəl üçün istifadə etmək üçün mən deməliyəm ki, content-in hansı elementi yes. Bax, gördünüz? Sıfır qaytardı. Və hal-hazırda sən buna desən ki, belə elə,
Nədir? Cannot properties of nə bilim with. Artıq bu kontenti də, çünki kontenti burada bunun sıfırıncısına bərabər eləməliyim. Ki kontent buna bərabər. Eyni qaydada. Tamam. Artıq bundan yenə istifadə edəcəm. Yenə eyni qaydada böyüyəcək hissədir. Bu da gedəcək. Millət, bayaq mən buna görə görünmüşəm. Bura basırmışam. Bura gedirmiş elementim. Böyük ehtimalla. Düzdür? Tamam. Bu şəkildə millət istifadə eləyəsiniz. Aydın oldu. Amma biz Get element by class name eləyəndə sona, yəni massivin hansı indeksdə olduğunu bildirməliyik. Nəyin? Massiv. Hədəfə yəni sonda bildirməliyik də indeksini. Bilsən necə? Sən adətən belə istifadə edirsən. Belə yox, məsəl üçün bunu buradan tutasan, bura gəlib deyəsən ki, kontentin sıfırıncısı bu olsun. Səndə adətən elə olacaq ki, məsəl üçün 2 dənə content adında klass olacaq. Burada yazarsan ki, kontentin birincisi falan olsun, ikincisi falan olsun. Adətən belə istifadə olunur. İndi birazdan da görəsən. 100% ki, bildirməlisən onu. Çünki içərisində bir çox element. Yəni onu adətən elə olur, dinamik şəkildə yazırıq, elə olur, bu şəkildə yazırıq. İndi get elements by class name-dən əlavə query selector da eyni işə yarayır. Amma query selector millət. Birinci tag name görüm. Gəlin, tag name görüm. Get elements by tag name. Bu tag name nədir millət? Tag name bizdən nədir? Ümumiyyətcə bilirsinizmi? Tag name'lər budur. Divdir, button'dır, input'dur. Yəni ki, bizim HTML-dəki elementlərimiz. Mən buna gəlim deyim ki, divimi tutacam. Tamam. Bu da yenə divi tutduğun zaman, tamam. Nə deyir? Kontentin sıfırıncısı yox. Kontentin özünü verəndə, millət. Baxın, yenə HTML collection qaytarır, içində divi qaytarır. Yəni, səndə neçə dənə div varsa burada, millət, onun içinə o qədər, baxın, 4 dənə HTML collection atdı. Gördünüz? Və 4-ünü də qaytardı. 0-cı indeks, 1-ci indeks, 2-ci indeks, 3-cü indeks və sən onu yenə o şəkildə gəlib istifadə edirsən ki, bu 0-cısı, bu 1-incisi, bu 2-incisi. Bir də bizdə var nə? Query selector var, millət. Query selectorun da istifadə qaydası odur ki, sən query selectoru yazan zaman artıq bunun içində həm klassını da tuta bilirsən, həm ID-sini də tuta bilirsən, həm tag name-dən də tuta bilirsən. Həm də ki, onunla da. Bax, indi hal-hazırda mən query selectorla divi tutmuşam. Baxaq görək mənə nə verir? Baxın, bir dənə div verir. Collection qaytarır? Yox, qaytarmır. Normal olaraq verir. Tamam. Bir dənə divin özünü verir. Yaxşı, bu div 2 dənə olsa nə verir? Nə verər 2 dənə olsa, millət? Baxın, birinci div verir sadəcə. Gördünüz? Bu eyni zamanda məsəl üçün siz 2 dənə ID-li bir şey təyin edəndə get element by ID yazanda yenə birinci verəcək. Baxın query selectorla gedib div elementimizi tag name əvəz tuta bilirik. Yəni ki, bunu əvəz eləmiş oluruq. Aydın oldu. Və get elements by tag name-i də əvəz eləyə bilirik. Bura bir dənə all yazırıq ki, bütün divləri tut bizdə. Bax. Nə qaytardı sizə? Node list qaytardı. Bax, yenə bütün divləri tutdu. Bunu da yenə istifadə eləyə bilirik ki, kontentin artıq sıfırıncısını mənə ver. Ta ki bunu kontentin birincisini mənə verir. Yəni ki, ikincisini. Yəni bunu. Ondan sonra get query selector all. Ondan sonra query selector bu div yox, bunun ID-sini get tut deyə bilirik. ID nə ilə işarə olunur? Diyezlə, düzdürmü? Content. Gəlib desəm ki, contenti tut. Getsəm bir dənə desəm ki, contenti mənə ver. Baxın. Həmin ID-dəki elementi mənə qaytardı. Görürsünüz? All desəz millət. Node list qaytaracaq. Həmin ID-dəki 2 dənə element. Həmin eyni ID-dəki elementi saxlamaq düz deyil, amma yenə də bu bizə verir. Bəs şeylə işarə olunur? Class. Nöqtəni qoydum. Eyni qaydada bizə verir. Tamam. Olu yığışdırsam, bunun klassının birincisini bizə verir. Gördünüz millət? Tamam. Yəni ki, mən bunun tag name-ini əvəz elədim. Bir dənə query selectorla tag name-i əvəz elədim. Get elements by class name-i də əvəz elədim. Get element by ID-ni də əvəz elədim. Yəni ki, bir dənə millət bu query selector olumla bunların, bu gördüklərinizin hamısını, daha doğrusu query selector və query selector olumla bu gördüklərinizin hamısını əvəz eləyə bilirik. Tamam. Aydın oldu millət? Burası aydınsa irəliyim.
Aydındır, aydındır. Başa düşdüm. Tamam. Amma sən gəlin belə maraqlı bir şey yazaq. Bunu buradan götürürəm. Götürmürəm ya da bura atıram, qoy qalsın, gözünüz görsün. Tamam, buna geçsin. Bu da, bunlar da qalsın burada. Tamam. İndi bura məsəl üçün şey yazıram. Ya da ürəyiniz istəyir, ikinci bir dənə də şey aça bilərik. Bunlar qalsın burada. Gəlin biz siz neyini? Bir dənə indeks 2 nöqtə HTML açaq. Tamam. Bunu qoyuram bura. Bura bir dənə 3 dənə div açıram. Bunların style'lar olsun. Div. Bura bir dənə şey verə bilərəm. Class box verə bilərəm. Burada gəlib bir dənə box yaza bilərəm. Bura bir dənə gəlib width yaza bilərəm ki 500 pikselin. Height yaza bilərəm ki 150 pikseləsiz. Ondan sonra border yaza bilərəm 1 piksel. Solid black yaza bilərəm. Ondan sonra gəlib bura yazacağam ki, tutaq ki məsəl üçün məndə burada siz nəylər var millət? 3 dənə inputum var. Input. Və inputların type'ları color'dır. 3 dənə. Tamam. Baxın təxmini olaraq belə bir şey. Gördünüz. İndi tutaq ki mən buna əl. Nəyə oxşadı millət? Təxminlərimizi alın. Bayrağa oxşadı. Ay, sağ ol. Rəngsiz bayraq. Burada nə var yaxşı bizdə? Rənglər. Mən bunu neyləmək istəyirəm sizcə? Təxmin eləyəcəyiniz üzrə. Mən istəyirəm ki, bunu rəngləyim. Fikirlərinizi alın, necə eləyə bilərəm? Necə eləyə bilərəm? Inputlara ID verək. Baxın. Sonra input Bax. dəyərlərində Tamam, əla. ID verə bilərsən, bir-bir tuta bilərsən və uyunu mənimsədə bilərsən. İndi daha rahat. ISO. Daha rahat deyim. Biz məsəl üçün hal-hazırda query selector-la, tag name-lə, class name-lə hamısını tutmağı öyrənmişik. Yəni bunların üçünü bir yerdə, bunların üçünü bir yerdə. Necə olar? Bunların üçünü də tutsam, bunların üçünü də tutsam, sonra bir-birlərinə mənimsətsəm qəşəng şəkildə. Olar elə bir şey. Birinci olaraq, ən birinci addım olaraq nə etməliyəm millət? Mənim bu inputlarıma nəsə olanda buranın dəyişməsi üçün mən nə etməliyəm? Ən birinci. Funksiya yazmalıyam. Hara yazmalıyam? Inputa. Ayso. Birinci şəkildə inputa mən funksiyalarımı yazmalıyam. Nə funksiyası yazılmalıdır inputa? Yaxşı, fərqli şəkildə yazılmalıdır funksiyalar, yoxsa eyni? On click. Inputları click olunduğu zaman. Tamam. Nə deyərəm buna? Tak deyərəm ki, handle color. Məncə hamısı eyni funksiyan deyil. Nə deyirsiniz? Ehtiyac var ayrı-ayrı funksiyaya. Bu birincinə basanda sırf birinci, ikincinə basanda sırf ikinci. Məncə üçünü də bir yerdə dəyişə bilərik. Bir dənə yazaq bura ki, function. On click olmalıdır ki, yəni burada. Gözlə. Dayan. Ona elə baxacaq. Tamam. Ona baxacaq. Handle color eləyəndə mən birinci istəyirəm ki, tutum inputlarımı və boxlarımı. Neyniyərəm? Neyniyərəm millət? Bütün inputlarımı və boxlarımı. Deyirəm ki, document, const. Birinci deyirəm ki, inputs. Kodu deyin mənə. Document, nöqtə, deyin. element by class name. Hamısını əvəz eləyən bir şey dedim daha. Niyə da class name-əzə də qaçırsınız? Query selector all-dan selector yox. Selector nə? All. Çünki burada hamısını tutacaq. Yəni, bundan hamısını əvəz eləyə bilirsiniz millət. Yəni, bu çox rahat deyə bundan istifadə eləyin geçsin. Inputlar tutacaq. Yəni nə? Deyəcəm ki, inputlar. Heç nə yazmadım.
Çünki bu şəkildə eləyəndə tag verir bizə. Və eyni şəkildə gedib deyəcəm ki, məndə boxes. Tamam, boxlarımı tut. Get element bayaq idi. Məndə box klassında olanlar. Tamam. Ondan sonra gəl bir dənə konsol loqa verim ki, mənə inputlarımı da ver, boxlarımı da ver. Tamam. Gedib baxıram. Üstünə klik eləyəndə, bax, inputlarımı da verdi məndə, baxın, inputlarım. Ondan sonra boxlarımı da verdi. Məndə boxlarım, gördünüz? Yəni inputlarım da, boxlarım da əlimdədir. İndi mən bu inputların nəylərini götürüb verməliyəm boxlara? İnputların içində saxlanılanlar nəylərdir? Məsələn, bir text inputun içində sol, onun value'ları. Mən indi gəlib deyərəm ki, tutaq ki, inputlarımın, tutaq ki, value'larını ver. Bu şəkildə işləyəcək. Values. Görürəm ki, bu şəkildə values əslində belə deyil, value olaraq çağırılır. Bu şəkildə baxıram ki, undefined olaraq verir. Tamam. Ki, belə bir şey yoxdur. Çünki niyə? Bu bizə bir query selector all dedim bizə nə qaytarır? Nə qaytarır bilər? Bizə birdən çox qaytaracaq. Sol, yəni ki, list qaytarır. Mən də bunun sıfırıncısının valuesunu, birincisinin valuesunu götürə bilərəm. Bax. Görürsünüz? Bu şəkildə. Amma üstünə basanda verir. Tamam, görürsünüz? Buna gələcəyəm. Və bu value-nu götürüb hara mənimsətməliyəm? Box'un birincisinə. Düzdürmü? Nə yazacağam ora? Box'un birincisi. Box'un sıfırıncısı bərabərdir. Bu şəkildə. Amma rəngini dəyişmək istəyirəm. Amma background color. Style'ın background'ı. Sol. Nöqtə style. Oy. Tamam, style. Nöqtə birbaşa olaraq tutulmayan dəyər deyə burada çıxmaya bilər bəzən. Öz-özünüzə yazın. Background color. Bu camel case-nə yazılır bu şəkildə. Baxıram. Hop, gördün, o şəkildə oldu. Baxıram, düzəldirəm. Oba. Amma məndə bu burada bərabər eləyəndə işləmir. Üstünə basanda işləyir. Çünki niyə millət? 10 klik yazmışam bura. Baxın ona görə. Hə. Bunu dəyişib eləsəz 10 change. Bu hal-hazırda bilirsiniz nə vaxt işləyəcək. Baxın. Dəyişiklik olduğu anda. Tamam. Bunun gəlin üçündə 10 change eləyək. Birinci 10 change göstərim sizə. Bunu inputların üstündə də görəcək şey inputların üstündə. Bu hal-hazırda millət dəyişiklik olduğu anda işləyir. Dəyişiklik olduğu anda inputda, yəni dəyişiklik olur, sən bundan qırağa çıxırsan və bu bunu işlədir. Tamam. Bunun bir dənə də inkişaf olunmuş versiyası var. On input, tamam. 10 input, 10 change-dən də fərqli olaraq biri var dəyişiklik olduğun andan sonra işləmək. Biri var dəyişiklik ola-ola işləmək. Tamam. 10 input dəyişiklik ola-ola işləyir millət bizə. Baxın indi. Görürsünüz? Yəni dəyişiklik ola-ola bizdə işləyir. Hətta siz bu handle color işləyəndə console loga siz bunların dəyərini versəniz, məsəl üçün inputsun sıfırıncısının nöqtə value'sunu verirəm bura. Və birincisinin də value'sunu verirəm. Üçünü də verirəm. Gəl. Qələt elədim. Tamam. Üçünü də verirəm. Bunu da verirəm. Sıfırını da verirəm. Birincini də verirəm. İkincini də verirəm. Həm də üçüncünü də verirəm. Azərbaycan binamı gələk buna baxaq. Baxın. Buranı görürsünüz millət? Baxın indi orta bax. 0-0-0. Bu binanı FFF eləyək. Gördünüz? Buranı görürsünüz millət? Üçünün də value'sunu bizə verir. Bizə bir dənə qaldı nə? Mənimsətmək. O birisləri necə mənimsədərəm? Deyin. Bunun yerinə 1, 2. Bunun da yerinə 1, 2. Tamam. Bunu eləyəndən sonra box'un sıfırıncısı, yəni bunun style gedir olur. Birinci inputun value'su, ikinci olur gedir. İkinci inputun value'su, üçüncü də olur gedir. Üçüncü inputun value'su. Hal-hazırda mən baxsam, gedib desəm ki, məsəl üçün bu. Baxın, birinci inputun value, statik olaraq value, bir dənə baxın, qaradır. Ona görə də gedir. Bu birbaşa olaraq, məsəl üçün, bunu eləyən kimi altdaşlar qara olur. Bunu necə düzəldə bilərsiniz? Nə? Value transparent eləyək. $10 ya da ki, statik olaraq sən bura gedib value-da verə bilərsən deyə düşünürəm. Məsəl üçün, value-sunu gedib verərsən. Tutaq ki, FFF.
Eləsən. Transparent verin. Ben baş arka plan Nə? Transparent vermeye daha mantıklı. Çünkü arka plan başka renk olabilir. Hara transparent vermək? Ekranınızda var. Yine veren de olacak şeyi. Neden? Value ilə verəndə color-da deyəsən işləmir hal-hazırda value. Tutaq ki, green versəm, işləyən oxşamır. Specify green does not confirm the required format. The format is RGB. Ay solda bu şəkildə də yoxladım da səndə. FFF dedim. Baxaq görək. Tam yazaq. RGB yazmıyor. Məsəl üçün alt rəqəmli eləyək. 1, 2, 3, 4, 5, 6. Olur. Görürəm. Transparent yapmayacak. O render oldu. Sən deyirsən ki, bunun üçündə Box'un boxun transparent yazan da olur. Bakın görün. Çünkü transparentin FF kodu var ki. Önce yok. Şunu görün. yox. Amma yox, bu olmaz. Yox. Biz sən necə edə bilərik? Sən bunun divlərin özünün şeyinə transparent verə bilərik, background color-na. Liboy bir rəng verib bunu transparent edə bilərik. Tamam. Tam şəkildə. Ondan sonra bu, amma bu bizim problemimizi düzəltməyəcək. Ben dediğim anladım. Hə. Bunun value'suna hiç süre vermeye olmuştu transparenti. Çünkü bu az bile olsa biz kişileşsek bizim background'ımız mesela dark moddadır. Onda otomatik yine ağ olacak. Onda bir sən necə eləyə bilərsən? Boş kalmayacak. Hə. Bir sən necə eləyə bilərsən? Sən buradan transparent olaraq bunun background'unun color-ını buradan JavaScript-dən transparent eləyə bilərsən, statik olaraq ekran açsan da. Ben 8 tane 0 yoklayayım da bir tane. Nəyi? 8 tane 0. Olacaq da o zaten şey olacaq. Hə. Burada bir dənə Böyle burada 2 tane 0. belə. Çox da vezli almır. Şey eləyə bilərik, sən deyirsənsə ki, məsəl üçün bunu eləyəndə digərləri transparent qalsın. Hansı inputun dəyişiriksə ki, o çox qarışıq olacaq uşaqlara. O inputu göndərə bilərik arqument olaraq. Digərini saxlayıb transparent eləyərik. Background color-ını yox, style-ını. Ki, digərinin style-ının background color-ı filandır, arxasına 2 dənə 0 və s. qoşarıq ki, sən transparentsən. Tamam. Başqa ağılın üsulu gəlirmi? Başqa yox, çox da üsulu gəlmir. Amma statik olaraq biz problemi belə həll edə bilərik ki, bunların value-larına gül kimi şey verə bilərəm. Bir buna, bir də ki, buna. Ağ verə bilərəm ki, bunlar ağ olaraq qalsınlar. Tamam. Bu artıq bunu dəyişəndə. Bu şəkildə düzəlmiş olur. Tamam və bir bayraq deyin eləyək. Ağ. Bunlara. Nə bayraq oldu millət? Misir. Egipt. İrak da olabilir. Nə? İrak da olabilir. İraq da ola bilər. Ay sağ ol. Ərəb sözü yazılsa İraq, şey qoysaq adı nə idi? Qartal qoysaq Misir. Hə. Şöyle tərsinə çöndərsək. Almanya İmperiyasının bayrağı qara, ağ, qırmızı. Yox, Avstriya ortası ağ. Çöllər qırmızı deyil. Sudan bayrağı. Diye belirlemiştik de. Ben de oxşadı Avstriya. Bu Avstriya bayrağına oxşadı. Latviyadır müəllim. O Almaniyadır indi elədi. Köhnə Almaniya bayrağı. Hemen güzelden Azerbaycan'ı kesin. Düzəldək. Bir dənə dalğalandıraq bayrağımızı buradan. Mavi. Lüksemburqa da oxşuyur. Yüngülvari. Bizim olanlar da Sarıyaydı da. Allah kesdi deyil. Allah. Maşallah ha, coğrafiya yazardı. Bura bir dənə yaşıl verək gəlin. Estoniya. Argentina. Bu şey Ay yox, Estoniya. Göy, qara, ağ. Bu halan bayrağı. Bu hansısa. Yani bu Esperanto. Deyəm. Bu şeydir.
Bu hansısa ada da var idi millət verən. Şey adası, Kakos Seyşel adaları. ada. Bütün adalar. Yox, hə, bu deyil. Şey Milad. Yani Seyşel yazı böyle. Nə? Seyşel adaları. Nə eşitmirəm ki. Karadağ. Bilmirəm nədir. Nəsə başını buraxaq. Biz Azərbaycan bayrağımızı yazaq buradan. Ay, sağ ol. Himnimizi oxuyun getsin. Bu şəkildə bunu eləyə bilirsiniz. Yəni ki, biz birbaşa olaraq millət bütün adı nə idi? Style'larımızı şeydən dəyişə bilirik. Adı nə Bunun idi? hocası. Aristotle bayrağı. JavaScript vasitəsilə dəyişə bilirik. Deyil. Deyən görək. Uzbekistan. Yox, oxşuyan deyil. Tam o deyil. Hə. Millət, yəni ki, JavaScript-lə bizim style'larımız dəyişə bilir. Başa düşdünüz? Ümumiyyətlə, queries bütün selektorları və style dəyişməyi. Hə? Əlasız, süpersiz. İndi millət, bunun üstündə, yəni bütün style dəyişməyi bilirsiniz. Fontdan, font size-dan tutmuş. Millət, font family belə dəyişə bilirsiniz da, yəni hər şey. Bunun üstündə gedib Elcan müəllimimizin tapşırığını eləyəsiniz. Elcan müəllimimiz nəyi demişdi kalkulyatorda? Fontu değişmeyin. Ay, sağ ol, font Şey dəyişməyi. değişmeyin. Genelde nəticə böyüsün. Ay, sağ ol. Nəticəni böyle. O da çox rahat olacaq sizə. Düzdürmü? Bəli. Bunu bacarsınızsa o çox rahatdır. Heç sən millət.